Başlığı nə idi cümlənin bir də? Özünüzdə ən bəyəndiyiniz xüsusiyyət. Dayandırın. Bunlar bir başını deyərdiniz də, mən bilmirəm nə deyim. Düdələri. Ən bəyəndiyiniz Bir qadın olaraq bu gün özünüzə nə demək istərdiniz? Özümə demək istərdim ki, sən hər şeyin ən gözəlinə layiqsən. Bugün burada olduğum üçün özümə minnətdaram. İnşallah gələcəkdə dünyanın ən varlı qadını olaram. İnkişaf et və özünün ən yaxşı versiyanı yarat. Mən özümə onu demək istəyərdim ki, bütün çətinliklərə baxmayaraq sən bunu bacardın. Mən özümə demək istəyərdim ki, gəz, əylən və hər zaman gül. Bir qadın olaraq bu gün özümə demək istəyərdim ki, hər zaman özünü sev, hər zaman özünü dəyərli tut və hər halından özünü qəbul et. Bir qadın olaraq özümə demək istəyirəm ki, sən çox güclüsən və səndə hər şey mükəmməl alınacaq. Mən bütün qadınlara demək istəyərdim ki, qadınlar çox güclü varlıqdır və arzu edirəm ki, hər bir qadın həmişə güclü olaraq qalsın. Mən bir qadın olaraq tək özümə yox, bütün qadınlara sevdiklərinin daim yanında olmağını arzulardım. Üzümüz həmişə gülsün və qadın olmağın qürurunu hər zaman fəxrlə yaşayaq istəyərdim. Mən özümə demək istəyirəm ki, səbirli oldun, güclü oldun, indi isə xoşbəxt olmağın zamanıdır. Mən özümə demək istəyirəm ki, hər zaman qəlbinin səsinə qulaq as, o səni heç vaxt yanıltmayacaq. Mən özümə demək istəyirəm ki, bu günə qədər hər şeyi bacardım, bu gündən sonra da hər şeyi bacaracağam. Mən özümə demək istəyirəm ki, bu günə qədər güclü olmuşam, bu gündən sonra da güclü və yenilməz olacam. Bir qadın olaraq özünüzdə ən bəyəndiyiniz xüsusiyyət. Səmimiliyim və sadəliyim. Mərhəmətli olmaram. Bəzən həddindən artıq kifayət dərəcədə olsa da, egomu çox sevirəm, özgüvənli olmağımı çox sevirəm. Bir qadın olaraq özümdə ən bəyəndiyim xüsusiyyət istədiyim məqsədə çatmaq üçün nə lazımdır edirəm. Gözəl xüsusiyyətim yəqin ki, mərhəmətli bir insan olmağım, insanları çox sevməyim, şagirdləri çox sevməyim, güclü iradəyə malik olmağım, Özgüvənli olmağım. Sadəliyim. Sadəliyim. dözümlü və güclü olmağım, pozitivlik.